Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve lanetullah ala a'daihim ecma'in minel an ila liqa'i yevmiddin. Nəhməduhu və nəstə'inuh. Rabbi şrəh li sədri və yəssir li əmri və əhlul uqdətən min lisani yefqəhu qavli. Sədəqallahul əliyyul əzim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Allah Teala bizi dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Allah Teala bizi bu əqidədə, bu məzhəbdə sabit qədəm eləsin inşallah. Bu məktəbin düşmənlərin tezlikcə məhv nabud eləsin. Bu dinin yolunda zəhmət çəkən, əziyyət çəkən tamam möminlər, əziyyətdə olan qardaşlar Allah Teala tezliklə inşallah nicat versin, kömək olsun. Allah Teala onları düşmənlərinin yanında üzü ağ qərar versin inşallah. İnşallah Allah Teala bizim axırıncı səfərimiz, axırıncı məhərrəmimiz qərar verməsin inşallah. Həmişə bundan sonra bizə tövfiq versin, bu məhərrəm səfər aylarından inşallah istifadə eləyək və məhərrəm səfərin inşallah feyzinə yetişək. Bizim 2 cüməmiz qalıb səfərdən, biri budur, biri gələn cümədir inşallah. Sonra gələn cümədən sonra İmam Həsən əleyhissalamın, Həzrət Peyğəmbərin və İmam Rıza əleyhissalamın şəhadət günləri olacaq. İnşallah cümədə, onu gələn cümədə elan olunar, o şəhadət günlərində yığıb bir yerdə inşallah bir günün təşkil elərik, əzadarlıq elərik. Ondan sonra inşallah Allah Teala tövfiq versin möminlərə, hamıya ki, gələn il məhərrəmdə və səfərdə iştirak eləyək inşallah. Bizim İmam Hüseyin əleyhissalamın o Aşura gecəsində elədiyi xütbədən bir neçə kəlmə danışmışdıq. Ki qalanı qalmışdı. İnşallah görə indi bu xütbə, gələn xütbə nə çatdırsaq yenə qalanı danışarıq. Qalanı da qalar gələnlə inşallah. Kimsə danışar ya biz danışarıq. Baxırıq sizin bəxtinizə, bizim bəxtimizə də görək nətər olacaq. Siz yadınızda olsa dəyərlərdən danışırdıq, üstünlük nədir insanlar üçün onlardan danışırdıq və İmam Hüseyin əleyhissalamın nəzərində istədik o dəyərlərin nə olduğunu bilək. Bir neçə dənə də şey saydıq, yəni İmam Hüseyin əleyhissalamın dilindən ki, Həzrət həmd eləməyi, Allahla dost olmağı, Allaha şükür eləməyi üstünlüklərdən hesab edirdi. Üstünlüklərdən də hesab eləməkləri ondan bilinirdi ki, Həzrət deyirdi ki, mən ən gözəl salamlarımı, ən gözəl həmdlərimi, ən gözəl sənalarımı neyirəm? Allaha məxsus edirəm. Və nəhayətdə Həzrət gəldi özünün barəsində, öz ailəsinin barəsində, Əhl-i Beytin barəsində başladı bəzi şeylərə etiraf eləməliyə ki, biz həmd eləyirik Allaha buna görə ki, Allah Teala neyini bizi nübüvvətlə əzizləyib, nübüvvətlə və kərrəmlə bir nübüvvə. Allah Teala bizi nübüvvətlə əzizləyib. Keçən dəfə yadınızda olsa, biz söhbət eləyəndə dedik ki, Allah Teala hamını bir yolla, bir forma ilə əzizləyib. Düzdür, bəzisindən üstün seçib. Məsələn, hətta Qur'an-ı Kərimdə Peyğəmbərlərin barəsində var ki, Peyğəmbərlərin birin o birisindən neynədir? Fəzilə, fəzzəlna, bəzuhum əla bəzin. Bəzisindən üstün qərar verdik. O da onların vəzifəsinə uyğun, vəzifəsinin dairəsinə uyğun, tutumuna uyğun, ondan sonra necə deyərlər, o əsasındadır. Allah Teala üstünlüyü verdi. Bu sözdən bu çıxmasın ki, Allah Teala kimisə kimdən üstün qərar verib və o Allahın öz işidir ki, əsasən bunu deyirlər də. Siz ki, deyirsiniz, təthir ayəsində liyutəhhirəkum təthira, Allah sizi Əhl-i Beyt paçlandırıb, özdə bir forma paçlandırmaq ki, onun ardıcan heç vaxt çirkinlik, xəbasət gəlməyəcək. Allah paçlayıb da, məsələn, belə çıxır ki, köynəyi mən yumuşam da, bu köynəyin təmizliyi nə görə köynək fəxr eləyə bilməz. Mən fəxr eləyə bilərəm ki, mən o köynəyi belə təmizləmişəm.
bu cürə iradlar eləyirlər. Hamısında cavabı tarix boyu verilib. Bu irad eləyənlər də bilirlər ki, iradları yersizdir. Əslən, əksəriyyəti bilirlər. Bir dəstəsi də hələ təzə qədəmdirlər də, hələ yavaş-yavaş fırlanırlar ki, onlar da bir vaxt başa düşəcək, onda da iddiaya düşəcəklər, dönməyəcəklər. Əksərən olur, insanlar əvvəl səhv üzündən bir dənə günah eləyirlər, bilmədən bir dənə səhv eləyirlər, başa düşmədən eləyirlər. Amma bir mərhələdə gəlirlər, başa düşürlər, səhv eləmişik. Bu səfərki day iddiadan, təkəbbürdən, özünü sındırmamaqdan gəlir, neyinir o? Necə ki, məsələn, ağaları dedi ki, ənları oğlan min rukubilal. Cəhənnəmə getmək, biabır olmaqdan nədir? Yaxşıdır. Haqqı başa düşdü. Çağırdı Əli əleyhissalamı da dedi ki, istəyirəm mənə bağışlayasan, mənə halal eləyəsən. Amma bilmirəm Peyğəmbərin qızı ilə nə eləyəcəm qiyamətdə. Həzrət dedi ki, mən də səni halal edirəm. Söz verirəm ki, Peyğəmbərin qızı da səni halal eləyəcək. Belə bu saatdan heç elə bil onu incitməmsən. Ancaq şərti budur ki, çıx mənbərə, gedin məscidə elan eləyəcəm bu məsələni deyə, bunu hamınız bilirsiniz. O da dedi ki, vənnarı oğlan min rukubilal. Cəhənnəmə daxil olmaq, biabır olmaqdan nədir? Yaxşıdır. Bu elə bildi ki, məsələn, gedəcəm cəhənnəmdə elə laldınməz, bir küncdə nə eləyəcəklər, yandıracaqlar məni, heç kimin xəbər olmayacaq və rüsvayçılıqdan canım qutaracaq. Amma o cürə deyir, həm dünya rüsvayçılığı var burada, həm də və ləhum xizyün əzim. Allah Teala Quran-ı Kərimdə deyir ki, onların ən böyük biabırçılığı qiyamətin günündədir. Onlar küncdə çəkilib bir dalda da zaqarat eləməyəcəklər ki, nəsə bir zontikin altındakı heç kim bunları görməsin. Gözünə bir eynək taxsın, üzünə də bir kağız qoysun ki, heç kim bunu görməsin dəniz qırı. O cürə deyir, orada onların şivəni qalxacaq göyə və elə o təbiətən cəhənnəmin bir xasiyyətli odur ki, göstərər elə. Əhlinin hamısını neynəyər? Göstərər. Hamı görər, hamı. Görməsə, behişt əhli cəhənnəm əhlindən soruşmaz ki, ma sələkəkum fi səqər. Neyə neyibsiz sizi cəhənnəmə salırlar? Görürlər də. Və özləri oradan qışqıracaqlar ki, diyanın qoy biz də susun nuruzdan istifadə eləyək, o sudan verin biz də içək bu cürə. Dayanmaq olmayacaq ki orada. Adam nə qədər gizlənər. Bir oğru hətta evə oğurluğa girəndə görsə ki, ayağım sürüşdü, pəncərədən gəlirəm yerə, ya məsələn damdan gəlirəm yerə, ev yəsin çağırır. Bilir, çağırdım da mənim oğurluğumu görəcək, tutturacaq məni, döyəcək, əziyyət edəcək. Amma canın o ölməkdən, qutarmaqdan ötürü deyir, neynir? Heç olmasa salamat qalım, döyülsəm də. O da orada o cəhənnəm ona qaza xodu verəndə qışqırığı ərşə çıxacaq ki, nə? Elə biləcək, buradan nizat var. Rüsvayçılığı da yerindədir, əzabı da yerindədir. Ona görə bir dəstə insanlar gəlir, bir mərhələyə qədər bilmədən bir işlər eləyirlər. Bir mərhələni keçəndən sonra onlar inada düşürlər və özlərini sındırmaq istəmirlər, rüsvayçılıq görürlər, güya belə də öz metrələrində. Ona görə neynirlər? Haqqa etiraf eləmirlər, haqqa tərəf gəlmirlər, özlərinin batilliyini neynəmirlər, elan eləmirlər, onu qəbul, cəmaata demirlər ki, biz batilik. Elə pis işlərində də neynirlər, davam edirlər. Elə bu babətdən bir dəstə insanlar onsuz da qəbul eləməyəcək bunu, hətta başa düşsə də, bir dəstəsi necə ki, başa düşüb qəbul eləmirlər, o dediyim səbəbə görə. Və bu iradı da eləyirlər ki, Allah məsələn, Peyğəmbər Əhl-i Beyti paça çıxardıb, Əhl-i Beytinə fəxr eləməli bir şey var burada. Allah paşa çıxardı. O da eynilə o bayaq dediyim köynək kimi ki, onun yuvan fəxr eləməlidir ki, mən qəşəng bir köynəyi yumuşam. Da o köynəyin özünün fəxri yoxdur, o cürə deyir. Neçə cəhəti var. Biri də bunundur ki, mənim 50 dənə köynəyim var. Elə məhz bu köynəyi yumağımda, bu köynəyin özündə nəsə var, bunu yumuşam. Elə boş başqalarını niyə yumamışam elə deyir. Mənim 50 dənə tanışım var. Məhz birinə Quran öyrətmişəm. İndi o Quran öyrətmək fərz eləyək mənim iftixaratımdandısa, belə hesab eləyək, onu hesab eləməyək ki, o öyrənməyib ki, sən öyrətmirsən. Yenə bu 50 nəfərin içərisində bu bir nəfərin üstünlüyü nədəsə görmüşəm, bunu öyrətmişəm də, elə deyir. Bir də ki, biz hamımız külli şəkildə bilirik ki, Allah sərmayəni ümidi olduğu yerə qoyur. Oradan bir şey gözlənilən yerə sərmayə qoyur. Bilir ki, bu adam gəlib əvəzin çıxacaq. Bilir ki, bu adam onu doğruldacaq. Yoxsa Allah Teala kimi günahkar yaradıb, hamı elə dünyaya məsum gəlir də. O uşaq ki, dünyaya gəlir, bir gün, 2 gün, 5 ay, 1 il, 2 il, 3 il, 10 il ona günahkar demək olar. 10 il öləndə, 10 yaşında ölsə uşaq cəhənnəmə gedir, xeyr. Hesab kitab olur, xeyr. Ondan qəbir sıxır, xeyr. Nəmni olur, xeyr.
Bəs demə, məsumdur da, elə deyir. Məsumdur. Bəs bu babətdən götürəndə Allah Teala heç kimi günahkar yaratmayıb. Hamını məsum yaradıb. Elə bunlarda amma Allah Teala baxıb görüb, bir hədd qoyub, bir forma eləyib ki, bunlar əslən neynəməyiblər, günaha da yaxınlaşmayıb. O da onların nəyindəndir? Özlərindəndir. Ləyaqətlərindəndir ki, bəs niyə Allah Teala o sərmayəni maviyənin üstündə niyə qoymadı? Fərir şey deyir, iftixar yeri deyir. İftixar yeri deyirsə Allah o sərmayəni maviyənin üstünə niyə qoymadı? Niyə Yezdin üstünə qoymadı? Allah o əmrasın barəsində niyə demədi ki, yütəhhirahu, təthira məsələn. Belədir də, bu sözü də bizim ağzımızda şeydə də bir şey yeməyib ki, bizim də deməyə sözümüz var da və onlara niyə eləmədi? Bəs bu ki, elə Allah eləyib, ya cərbərən, ya ixtiyarən elə bu nədir? Fəzilətli üstünlüydür. Ona görə Allah Teala hətta peyğəmbərlərin də bir-birindən üstün qərar verib bəzi hallarda, insanların da bəzilərinin və əksəriyyətinin bir-birinə nəyi var? Üstünlüyü var. Amma Allah Teala bu ümumi şəkildə bu insanları keçən dəfə danışdıq ki, bir dənə işlə hamısını seçib, fəzilətləndirib. O da dedik təklif verməklə. Sən o dedik o kişi Allah məhəlli oğluna məsələn həddi təklif bayramı keçirdi, tarixdə birinci dəfə idi ki, dedi mənim oğlum bu günləri heyvanatdan seçilib, dəlilərdən seçilib, Allah onu seçib təklif. Kərrəmna. Allah deyir, vələqət kərrəmna bəni Adəm. Biz bəni Adəmi əzizlədik. Nə ilə? O əzizlədik onu, əvvəldə zatında şuur verdik, filan elədik, bəsməkan elədik. Bu yanda da gəldik ki, təklif verdik ona. Özdə o təklifi verdik ki, dağa, daşa, hamısına, göyə demişdik, heç biri qəbul eləmədi. Hamısı qorxdu, çəkindi. Amma bu insan onu neynədi? Qəbul elədi. Bu insan üçün üstünlüydü. Bundan da daha üstünlük İmam Hüseyin əleyhissalam deyir. İstəyirsiniz, fəxr eləyəsiniz, fəxr eləyin ki, məsələn, siz Allahın ibadət itaətindəsiniz və Allahın sevimli bəndəsiniz. Biz ona görə fəxr eləyirik ki, kərrəmna bin nübüvvə. İmam Hüseyin əleyhissalam deyir, kim nə ilə fəxr eləyir eləsin. Amma biz onunla fəxr eləyirik ki, Allah Teala nübüvvəti bizdən seçib. Daha doğrusu biz Peyğəmbərin nəvələriyik. Peyğəmbər bizdəndir, biz Peyğəmbərdən. Yəni min Hüseynin, Hüseynin minni məsələn, bu cürə. İstəyirsən fəxr eləyəsən, iftixar eləyəsən budur. Ağanın nəzərində dəyər budur, başqa şey dəyər deyir. O ki, keçən dəfələrdə bunu çox təkrar eləmişik. Dünya şibiyun o şeyləri götürüb özlərinə elə bil, necə deyirlər, bayraq eləyib və dəyər ünvanında biri-birinə göstərir, ona. Bu bir yazır vərəqi göstərir ona, o bir dənə şəkil çəkir göstərir bu yana. Bu deyir, bu varımdır, bu deyir, bu varımdır, bu deyir, nə bilim, mən burada qalib gəldim, o deyir, mən 50 dənə qol vurdum, bu deyir, nə bilim, mən FIFA'nı götürdüm, o birisi deyir, mən hokkeydə birinci yerdəyəm, bu birisi, bunlar dəyər deyir ki, deyir. Dəyərliyi yoxdur ki. İndi dünyada düşüb belə deyirlər, hə, futbol yaxşıdır, basketbol yaxşıdır, hara yaxşıdır, 22 nəfər ağıllı kişi düşür ortalığa bu boyda topun dalıcan. Gəlin namazdan çıxandan sonra bir dənə daş atağın, çıxağın dalıcan, başlayan o yan bir yana vurmağa. Gələn nə deyəcək? Dəli oldu, məsciddə mollana danışıbsa, millətin hamısı dəli olur. Daşla top oynayırlar. Bilirsiniz ki, bir vaxt bu şey başlayanda elə belə baxıblar, hələ özündə, indinin özündə də pis baxan var. Ola deyir, ora-bura qaçınca bir faydalı işlə məşğul oldu. Da indi gəlib belə olub ki, məsələn, hə bu idman olub adı, idmanın bəzi xeyirləri var. Hətta bəzi yerlərdə elə məsələn, cavanların başını qatmaqdan ötürü, fəsaddan çəkməkdən də ötürü mümkündür bəzi xeyirləri ola. Və illa belə də orada bir iş yoxdur ki, ora qaç, bura qaç. Məsələn, bilməz, hə, biz bir gün komandamız birinci yerə çıxdı. Şimdi nə oldu birinci yerə çıxdı? 5 dənə o setkiyə top vurdu. Fəxr deyir ki, bu iftixar deyil ki. Bir insanı götürür, vurur yerə, bir dənə medal taxırlar sinəsinə. İnsan təpi ilə vurur, birinin çənəsini sındırır, bir dənə medal taxırlar. Nə bilim, çırpır cidoda, karate falan, bəsməkanda mən indi hamısını bilirsiniz də. Elə deyir. Bu fəxr deyir ki. Yəni, əsl həqiqətdə zamanəmizdə fəxrdir. İndi millət bunu qəbul edir, dünya bunu qəbul edir. İdmançıların acığına gəlməsin, ha. Elə. Amma belə baxanda nə olub? Nə elədin sən? Götürdün birini vurdun yerə. Ay vurdum ay. Gəl onda bir dənə medal.
Mən demirəm ha, mən özüm də idmanla məşğul olmuşam, oluram da, arada bir futbola da gedirəm, ondan sonra hələ belə də indi hələ qismət olsa inşallah yenə gedəcəm, ondan sonra da belə. Amma söz budur ki, məşğuliyyətdir. Hə, adam istəyir bir yolla bu işlə nəsə bir şey eləsin. Lap belə gedir, çempion olur, pul qazanır, neyinir, nətir. Bu da yaxşıdır. Amma belə dəyər budur da bundan başqası yoxdur, belə şey yoxumuzdur ki. Kim deyir onu sana? Hardan çıxdı ki, bu elə dəyər budur, bundan başqası bir şey yoxdur. Elə deyir. Dəyərdir, hə, bu çıxır ora, soyunur, buna görürsən, nə qiymət verdilər. Nə oldu? Bu yaxşı neyinədir? Heç nə, yaxşı soyunub. Ondan başqa bir şey yoxdur. Oxumaqdır ki, onu oxumaq demirlər. Musiqidir ki, ona musiqi demirlər. İncə sənətdir ki, bunu incə sənət deyirlər də, ona elə deyir. İncə sənət götürür, mikrofonu gəzir ortalıqda o yana bu yana, qışqırır, bağırır. O qədimdə bir dənə, adım demirəm, bir xarici komanda vardı, bu estrada komandası. Səhnədə elə bu, elə oxuyur, pişik də gəlib keçində, pişik bir iki yerə böldü. Özündə döyürdü də, qızışmışdı, çıxmışdı özündən. Məsələn, bunun arası incə sənət oldu. Öyle deyir acı, incənin bir incəlici olar da, incənin gərək bir incəlici olar, bunun harası incədir. Ona görə bunlar dünyanın nəzərində bir nə hesab olunur, işimiz yoxdur. Amma həqiqətinə və dünya da bir gün başa düşəcək bir gün. Deyəcək, qalu ya vəylana mən bə'sənə min mərqadına. Elə ki o, mən inşallahu Teala başının üstündə 50 manat alıb qoyub cimə bir dənə Yasin oxuyacam ha. O köhnə ölənləri niyyət eləyib. Gəlib satanda ki, haza ma vədər rəhmanı və sədəqəl mürsalın, onda başa düşəcək. Vay dədə, kaş o vırdığım qolların əvəzinə kəllə ilə başımı 2 dəfə möhrə qoyaydım. Elə, ya bu filan işi elədiyimin əvəzinə filan işi görəydim. Ya o məsələn elə lağlağa danışıb cəmaatı güldürən əvəzinə nə edim? 2 kəlmə Subhanallah deydim. Onda baxacaq, görəcək ki, orada ki, fəxr eləyirlər, deyəcək, yeri var, siz fəxr eləməlisiniz. Sizə yaraşır fəxr eləmək. Dünyada biz ləhv-ləhvlə, işrətlə, pis şeylərlə, faydasız şeylərlə, hətta bəzən adam bir sözü danışanda çoxunun fikri çox yuxarı gedir, ha. Çox belə başı qaldırıb yuxarı baxmaq lazım deyir. Adam elə öz ayağının altına baxsa çox şey görər və hətta bəzən görər ki, elə mən özüm də o komandanın içindəyəm. Hücumçuyam özdə. Özüm də hücumçuyam. Elə hamıdan canfəşanlıq eləyirəm. Sadəcə başqaları ilə mənim bu məsələdə fərqim nədədir? Başqasını görürəm bu vəziyyətdə, özümü görmürəm. O Məşəddə bir ziyarətdə biri gəldi, nə olub bu cəmaata? Hamısı heyvan surətindədir. O çəkməçi də götürdü, bir güzgünü verdi, dedi, gələ baxala, baxdı, gördü, özü də o gündədir. Fərqi bundadır ki, hamını belə görür, amma özünü o cürə görmür. Bir vaxt başa düşüləcək. Özü bilirsiniz, bəzi şeyi başa düşməkdən ötürü ki, məsələn, deyirik ki, qiyamət olacaq filan, hər şey başa düşəcək. Bunun mənası deyir ki, ancaq qiyamət olandan sonra biz başa düşəcək. Yox. Əzrail əleyhissalam ki, gördü, yuxarıdan gəlir, əgər aşağıdan, qonşudan, yatdan çıxmırsa, yuxarıdan gəlir, daha insan nə edir? İnsan yavaş-yavaş dərk eləyəcək. Mən oturmuşam, Əzrailin gəlişini hiss edirəm. Demə, ruh məhdudiyyətdən çıxdı da day. Day məhdudiyyətdən, o qəfəs ki var idi ruh üçün cism, Allah onu salmışdı ora və məhdud eləmişdi. Məsələn, o sütunun o yanındakı yatıb, o ayaqdır, mən görmürəm onu. O ki başladı bu Əzrail əleyhissalamın gəlməyi, insan ki onu hiss edir, deməli day, ruh nə oldu? Məhdudiyyətdən çıxdı, başlayır onu hiss eləməyə. Başlayır onu hiss eləməyə. Və can verəndə də elə bəsdir. Hətta rivayətdə varımızdır, mömin insan can verər, gələr. İndi biz ki bastırdıq onu qəbrəstanlıqda və Fatihəsinin təlqeyinin verdiyi qayıtdıq gəlməyə, təsməu sovtən nial, ayaqqabların altının səsini deşidər ki, gedirlər. Qədim deyirlər, durar gəlməcə başı dəyər, ora qaydar. O, məsələn, qədimdəkilər biraz avamanə deyirlər, elə cismi durur gəlməyə, başı dəyər altdan yuxarı ora, biraz hündür elə onqoy dəyməsin, məsələn. Yox, elə o həqiqətən istəyir gəlməyə, görür, yox, həmən qoymurlar getməyə. Qoymurlar getməyə, təsməu soğutənini al, hətta ayaqqabların da nədir? Belə bu adam səsini eşidir filan bəs məkan, indi də qoymadılar gəlməyə.
Qaldı orada. Mömin də hələ hamı eşidəcək. Nasıl bizim söhbət mömindən gedir? Gələr mələklər ondan hesab kitab eləməyə. Mələklər gələr bundan hesab kitab eləməyə, istərlər buna yaxınlaşsınlar, Allah Teala əmr eləyir. Deyər, mənim mömin bəndəm can verməyin ağırlığından yorulub, dəhməyin qoy biraz istirahət eləsin. Qoy biraz özünə gəlsin. Gözlərlər ta Allah nə vaxt məsləhət bilsə gələrlər. İndi bir gün, 2 gün, 5 gün, 10 gün, 1 ay olmamışam ki, deyəm ki, belədir, sən də gedəndə bu hazırlıqla ged. Ancaq bunu deyə bilərəm ki, gərək hələ dolu gedəsən. İndi hesab kitab eləyin. O qədər. Pəs bu adam ki, can verməklə Allah ona istirahət verir ki, 70 il Allah insana istirahət verməyib ki, ibadət elə, zikir deyil. Nə qədər dayanmısan, o qədər sənin ziyanı odur. Vələ əsrinnəl insana ləfi xusr. Orada nə verir? Ona istirahət verir. Deməli, bu adam can verəndə elə hər nədən keçib. Ona görə, əgər biri desə ki, qiyamətdə biz başa düşəcəyik, xeyr, elə can verə-verə başa düşürük. Can verəndən sonra başa düşürük. Hətta rivayətdə var, bir adam gedə kafirin başının üstündə dura, Hazihi cəhənnəmulləti kuntum tuadun ayəsini oxuya, o ayə oxunub qutarana qədər əzab mələkləri onu əzab eləməkdən əllərini saxlarlar. Da indi biri ki, gəlib qəbrəstanlıqdan keçirsən, ona bir fatihə verirsən, onun payı gəlir, hələ başa düşmür bu nədir? Nədir? Rivayətdə var bir dənə molla, rivayət molla yazmayıb da, alim tələbə yazıb. Bir kətdən keçsə, o kəndin çayından içməyə, çörəyindən yeməyə, elə bu başından girir, o başından çıxar, keçən dəfə də ərz elədim. Allah 40 il o kəndin nəyindən? Qəbrəstanlığından əzabı götürər. İndi fərz eləyən ki, sən molla, bizim getməyimizə bir şey verməzlər. Görürsən, Allah belə əzab gələr. Bir dənə sən elə o Allah deyən molladan getdin o kəndin içindən keçdin. Hədis də yalan demir ki, 40 il götürüldü. 40 il əzab götürüldü. Bu, yəni elə bədbəxtdir, elə nankördür. Soruşmayacaq niyə əzab götürüldü? Soruşacaq da elə deyir. Bəs biləcək, başa düşəcək. Ona görə demək istəyirəm ki, bunlar qiyamətə başqa şeylər qalacaq. Məsələn də əsl əzab, əsl savab, əsl cəza, əsl mükafat, əsl sorğu sual, əsl necə hesab kitab, oradadır. Amma insan elə bu deyilənlərin, düzlüyün, yalanlığın hamısını nə edəcək? Burada hiss eləyəcək, burada başa düşəcək. Və onda insan biləcək ki, bu fəxr eləməlidir, bu fəxr eləməlidir. Kəş mən 2 kəlmə nə edirdim? Artıq zikir deyirdim. Həzrət Peyğəmbər dedi ki, 40-70 dənə kişinin əməlini gətirsə insan, qiyamətdə xərcləməyə yeri var. 70, qiyamətdə yox, öləndən sonra xərcləməyə yeri var. O qədər alimlər olub, məsələn, adamlar olub, dünyasını dəyişib, mükaşifə olub, indi belə bizim dildə desək, yuxusuna girib, nə olub, nə tər olub, nə oldu, dirilir, heç nə. 200 kitab yazmışdım, qəbirdə hamısını xərclədim, getdi. Qəbirdə xərclədim, gördüm vəziyyət ağırdı, dedim o ikisindən də verdim, ikisini də verdim, elə 2 dəqiqənin içərisində kitablarımın hamısı getdi. Bizim bir tələbə dostumuz vardı, Allah rəhmət eləsin, elə uşaqlıqdan dərs oxuyurdu, 15 yaş yadda olanda getdi, qumda 1-2 il oxudu, orada rəhmətə getdi. Dostlardan biri deyir ki, yuxumda gördüm, bundan soruşdum ki, əlini yazın, necədir vəziyyət? Dedi ki, yaxşıdır, şükür Allaha. Necə keçdin? Dedi, keçdim, yaxşıdır, əlhəmdülillah. Keçmək asaddır ya çətin? Dedi, asan nədir? Çətin nədir? O çətinliyi dünyada insan heç vaxt hiss eləyənməz. Mən avara qalmışdım, deyir. Özü deyirəm, o uşaqlığından dərs oxuyurdu, 15-16 yaşında getdi ki, dahi heç nə bu mühitin, fəsadın filanın bəs məkanında görmədi, o 2-3 yaşda da elə mədrəsədə qalır, təsadüfən gedib ata-anasına dəyib gəlirdi. Getdi orada da 1-2 il oxudu özdə, belə də Ayətullah Meşkini rəhmətli onun namazın qılmağa gəlmişdi. Ayətullah Meşkini birinin namazını qılsa elə gedər behişdə, hələ başqa belə adam olmasa. Bu ki, daha belə Allahın işinə qarışmaq olmaz. Ustadlardan biri dedi ki, Allahın işinə qarışmaq çətindir, amma bu 100% behişdir. Allah özü deyib. Bu adam deyir ki, çox çətindir, təsəvvür olunmaz çətindir. Qalmışdım, deyir, mən avara. Onda bildilər İmam Zaman tələbəsiyəm, gəldilər mənə keçirdilər buradan.
Onda bildilər İmam Zaman tələbəsiyəm, gəldilər keçirtdilər məni buradan. İndi deyirsə, xoş halına. O İmam Zaman tələbəsidir, mən yox. Keçən dəfə Qurandan danışdıq da, İmam Hüseyin əleyhissalam dedi ki, bizim iftixaratlarımızdan da biri budur ki, əlləmələr Quran. Allah bizə Qur'anı təlim eləyib. Heyf mən öyrənir, heyf niyə? Heç yerdə Allahın, insanın duası qəbul olunmaz. Bilirsiniz də, özdə belə də, heç Allah fikir verməz ona. Məsələn, istəmirəm indi o yerlərdən biri çəkim adın, ola bilər, bəzisi kiminsə xoşuna gəlməsin. Məsələn, biri budur ki, kişi arvadla yola getmir, oturub gecə gündüz dua eləyir ki, Allah, buna nə oldu? Düzəldi, acı, düzəldi. Özüm hamdan ustayım, maşallah. Gecə gündüz dua eləyir ki, ay Allah, belə də buna ağıl ver, buna kəmal ver filan elə. Dua eləməli şey çoxdur. Ya Allah orada təlaq qoyub, boşa, ya Allah, get təzəsini al, ağıllısının birini al. Sən bunu dua ilə ağıllandırana qədər 4 dənə ağıllısından alarsan, elə deyir. Elə, orada dua getməz. Məsələn də bir misalı oradır. Kişinin də barəsində var, elə, çox belə qəlbimdən gülmür. Bu nədir onun adı? Burada da görürsən, ay Allah, mənə kömək elə, Allah kömək elə, Allah kömək elə. Allah deyir, kömək nətər eləyim? Məscid var idi, dərsləyən var idi, şərait var idi, Quran var idi, boş vaxt var idi, məndən nə istəyirsən? O şeydə danışır deyə bir də televizorda o Şəkili qardaş deyir, Allah mənə bir maşın, ay Allah mənə bir maşın, ay Allah. Axırda lətifədir də, deyir, səs gəlir ki, ay mənim bəndəm, get sən bir lotereya al, mən də sənə maşın qismət eləyim də, sən hələ heç nə almamış, mən nətər sənə bir sən bir addım at, iqdam elə, Allah da neynəsin? Denən Allah mənə zehin açıqlığı ver. Yoxsa Allah sənin əvəzində gəlib əlifbeyi oxuyan deyir, ya sənin də alıcan Quran gəzdirən deyir, ya sənə dərs deyən deyir. Bunun hamısı var, elə deyir, hamısı var. Sən gördün belə də çatmır, başda gələn ki, Allah zehin açıqlığı ver. Onda mütəvəssil ol gələn. İndi mən gəlirəm, gedirəm Quran oxumağa. Hədislər də varımızdır. Kim bir dənə elmi oxuyub bir mərhəliyə çatdırmaq niyyətini eləsə, ölsə Allah Taala qəbir evində hesabsız, kitabsız birinci mələki göndərəcək ora. O məqsədinə çatdırana qədər ona dərs deyəcək. Ondan sonra başlanacaq hesab kitaba. Ona qədər də bir şey eləməlisən də, elə deyir. Bir adam orada mələklə dost ola, mələk ola yanında, bir 2 ildə dərs oxuya, o vaxta qədər İnkirim, nəkirim, münkirə bir yol yat tapbasa, bir adam tapbasa, məsələsini həll eləməyə də elə o cəhənnəmə getməyə yaxşıdır da. Necə ki, bu qədər bu süfrə, açıq süfrədə, keçən dəfə dedik, neymətlər ola, biz ac qalırıq və bu aclığın nəticəsində cəhənnəmə gedirik, elə yeri var buranı, belə insan cəhənnəmə getsin. Niyə? Ay balam, ac o adam qalar ki, ortalıqda içinə yoxdur. Burada doludur. Elə bir gəlirsən evə görsən, məsələn, evdə kimsə, uşaq, böyük, acdır. Balam, niyə açsan? Deyir, mən nə yiyim? Açırsan xaladenin ki, bir dənə bişmiş, 2 dənə bişmiş, orada çörək, orada pendir, burada varinə, nə bilim, burada nə. Balam, bədə neynəmə? Mən çeynəyib bunu verməlidim. Sən götür birini yedə. O adamı məzəmmət eləməzlər. Aclığına görə o adamı məzəmmət eləyərlər, danlayarlar. Yəni o yazıq gəlməz ona. O adamın üzrü yoxdur buna görə ki, belə yemək ola, mən götürüb qoymadım. İndi baxın, biz dəfələrlə bu sözü demişik. Qiyamətin günündə mənim cəhənnəmə getməyimlə Andreyin cəhənnəmə getməyi çox fərqli olacaq. Elə heç nə yox, o Andrey o məhşərin ortasında gəlib tutsa mənim yaxamdan desə ki, vay olsun sənə, mənim Hüseynim yox idi, tutam ətəyindən, sənə nə olmuşdu? Sənə nə olmuşdu? Elə deyir. Mənə bağlamışdılar kilsiyoda Vaskreseniyadan Vaskreseniya, ya Novgoddan Novgoda. Sənə nə olmuşdu? Mənim oxumalı bir şey yoxum idi. Hamısı tərif olmuşdu, xurafat idi. Sənə nə olmuşdu? Mənə təbliğat çatmırdı. Sənə nə olmuşdu? Elədir. Yandırar adamı yandırmaz. Elə bəsdir də. Gəlib kim? Bəyənmədi gün, kafir bilmirsən, nəcis bilmirsən, əlindən alıb bir şey yeməmsən, kəsdiyin yeməmsən, tikdiyin geyməmsən, artığın istifadə eləməmsən, nədir? Bu Andreydir. Amma gəlir Andrey bir dənə köz qoyur sənə qiyamətin günündə,
Deyirsən Allah da bu mənə bəhs elədi də, ölümə də, dirimə də, cəhənnəm artıqıb. Elədir, insan bunu fikirləşsin də, nə vaxt fikirləşəcək? Dünyanın oyuncağını. Mən oğluma toy elədim, 800 nəfər məclisdə adam var idi, maşallah. Özdə menyu da bilirsən nədir? Barmaq basmağa yer yox idi. Belə altdan vurub stolu çağırırdılar adam. Laf belə 10 cür olsun, nə olsun? 20 cür olsun, nə olsun? Yiyən nə qədər yedi getdi? Hərənin bu boyda mədəsi var, divayını hesab elədi. Elə bil, məsələn, ayağı ilə basıb ki, səni doldurub, elənçi yiyib, nə oldu? Qalan iki qaldı burada. İsraf elədin, nə elədin? Hələ heç deyək ki, axı israfa, belə bilirsin var, israfa. Deyək ki, Allah günah yazmır. Bu adamın ağlına nə verirlər? Elə deyir. O qədər ye, da əylə də, rüküyə də gəl. Bala, niyə namazı qılmırsan? Biraz qoy keçsin. Niyə qılmırsan? 1 saat, 2 saat, 5 saatdan sonra başladı namaz qılmağa. İndi etiraf edir. O qədər yemişdim, əylə bilmirdim. Biabırçılığından qorxurdu. Əyildi, töküləcək ağzından yerə. Evi tikilən, qədim kişilər deyərdilər, saman sənindir, samanlıq ki sənindir. Olmasa onun qədrini bil. Elə deyir. İndi fəxr edir. Mən belə elədim. Mən dədəmin məclisində 10 dənə molla gəldi. 10 dənə molla gəldi. Nə olsun? Nə olsun, yəni sifarslar demişkən. Ruslar da deyir, uçdu. Elə, sən dədi, 50 dənədir. Laf belə, kim peyğəmbərlərdən də bir 20'si dursun, gəlsin. Əgər dədin gedəndə bir şey aparmayıb sözüylə, bunun gəlişi nəyə neyəcək yaxı? İttifaqən Həzrəti Peyğəmbər və əyimmə bütün can verənlərin başının üstünə gəlir. Müminin də, kafirin də. İndi qərardır kafirin başının üstünə gəlir, kafir cəhənnəmə işdə gedir, yox. Müminin başının üstünə gəlməyi rəhmətdir, kafirin başının üstünə gəlməyi əzabdır. Əgər Peyğəmbər o kafirin başının üstünə gəlməsə, o, məsələn, 20 dərəcə əzabla can verəcəkdirsə, gəlib 50 dərəcə ilə verəcək. Ona görə elə hərənin, hər kəsin hər yerə gəlməyi onun üçün səadət, xoşbəxtçilikdir. Saadət xoşbəxtçilikdir. Həzrəti məsələn Peyğəmbər getdi o kişinin adətinə, xəstə idi, o kişi ki həmişə tohin eləyirdi, yoluna daş atırdı, tikan atırdı, bir nəfər deyirdi, o tək Əbu Ləhəbin arvadı deyirdi, çox idi. Eşitdi ki xəstələnib, dedi, gördü, yoxdur da yolunun üstünə çıxmır. Xəstələnib getdi adətinə, dedi, xəcalətindən yorğanı çəkdi başına ki, öldüm mən, görürsən, hələ heç nə yoxdur, hələ bir əzab var orada. Peyğəmbər də onun üçün görsən əzab hesab olunurdu. Nədən? Hələ xəcalətindən. Ona görə hər kəsin hər yerə getməyə 50 dənə molla gəlsin. Sən yaxşı olardı ki, dədəyə elə məsələn də özü gedəndə bir namaz qılıb gedəydi 50 dənə molla gəlincə və o 50 dənə molla və bu şeylərin əvəzinə elə bir şey eləydin ki, məsələn də 3 sürə menyu qoyunca da onun birini apar edin, fəqirə yetimə veriydin. Onda sən reklam yox, öz içərində fərz eləyək ki, bir vicdan əzabından nicat tapardın, xilas olardın, bir rahatlıq tapardın ki, dədəmə Allah rəhmət eləsin. Heç olmasa dirlicində bir dənə qarışqıya da hörmət eləməsə, ölüsünün hesabına bir 5 dənə ac neynədi? Çörək yedi. Bu da dünyanın iftixaratından. Ondan qalan hamısı belə də nə medalında, nə yeməyində, nə toyunun böyülüyündə, nə balacağında. O qədər toylar var, 5000 nəfər iştirak edib, bəylə gəlin neçə evə gəlib çıxmayıb. Necə olub? Necə olub? Avariya düşüb ölsə, əladır. Elə, ya bəzən görürsən, deyiblər hələ diyanın, gedin toyun pulunu gətirin bura, bu bir. Onu da heç evə gəlib çıxmayıblar, yolda boşanıblar. Yolda, balam, nə oldu bunlara da? Boşandılar da, nə qədər yaşadılar ki, boşanırlar. Adada bir 5000 nəfər adamla toy eləyən belə olacaq da. Belə olacaq da, bu hansı çərçivəyə sığışır? Bu da buna fəxr edir. Nəsə, bu misallardan nə qədər istə söz danışaram. Belə ayrı-ayrı misallar da deyər, amma biraz da fərqli olar. Amma bəsdir. Və fəqqəhənə fiddin. İmam Hüseyin əleyhissalam buyurur ki, həmd olsun Allaha ki, bizi dində fəqih qərar verildi. Bizi din başa düşən qərar verildi. Və iftixar budur. Fəxr eləməli budur. İnsan dinin başa düşür. Əgər sən məndən bir nöqtə artıq başa düşürsənsə, sən məndən üstünsən. Və yadında da qalsın 1000%, bunu zəmanətlə deyirəm sənə ki, bir nöqtə artıq başa düşmüsənsə,
əməlin də mənim əməlimdən 1 nöqtə, 2 nöqtə, 3 nöqtə, 10 nöqtə yuxarıdır. Keyfiyyət cəhətindən, fəzilət cəhətindən ola bilər mən gündə 200 rəkat namaz qılıram, amma sən elə 17 rəkat namaz qılırsan. Ola bilər mənim 200 rəkat namaz qılmağım and ola Allaha din başa düşməməyimdəndir, sənin 17 rəkata kifayətlənməyin din başa düşməyimdəndir, din tanımağındandır. Din tanımağındandır. Ona görə adam elə bilir ki, elə kim məsələn gündə, ha sən girdin, gördün ki, bu elə əyilir, düzəlir, deməli bu dini yaxşı dərk edib. Kim bu hərəkət edir, deməli dini yaxşı dərk edib. Kim məsələn bu cürə danışır, dini yaxşı dərk edib. Yox, o cürə deyir, əslən onlar meyar deyir. Ola bilər elə o dini başa düşməməyindən oturub namazda bəzi adam bəzi şey adət eləyən kimi. Din başa düşsə, qılar vacibatın, durar gedər işini dalaycan. Gedər başqa işlə məşğul olar. Dini başa düşməyib bu belədir. Dini başa düşməyib belə danışır. Dini başa düşməyib danışmır. Dini başa düşməyib bu hərəkət eləyir. Dini başa düşməyib bu hərəkət eləmir. Müxtəlif formalarda. Ona görə din başa düşmək ayrı şeydir. Əməlin çoxluğu, əməlin kəmiyyəti, əməl nə? İndi Həzrət Peyğəmbər dedi, o qədər namaz qılasınız, belə ki, belüzə kamana dönə, o qədər oruç tutasınız, çubuqlar kimi naziləşəsiniz, o şivlər var, ağacdan təzə çıxır, bu ilki. Ona dönəsiniz, Allah sizin yanında zərrə qədər təfəkkürünüz olmasa, dini başa düşməsiniz, qiyməti yoxdur. Təfəkkür deyir, təfəkkürü saati xeyrun min ibadəti sənə, 1 saatin təfəkkürü 1 ilin ibadətindən artıqdır. Bir 2000 dəfə eşitmişsiniz bu hədisi, nədə təfəkkür eləyib? Fikirləşim görüm Allah hansı kurtqanı alım, ya hansı şalvarı alım, hansı corabı alım, hansı pencəyi alım, hansı ayaqqabını alım, hansı rəngi geyim ki, bu günləri, məsələn, belə də mododur, xoşa gəlimli olsun. Onda təfəkkür, yox, dində təfəkkür eləmək, dini başa düşməkdən ötürü təfəkkür eləmək, şəri vəzifəni başa düşməkdən ötürü təfəkkür eləmək, o vəzifəni başa düşmək, şəriəti, dini vəzifəni başa düşmək deyəndə elə bilirsiniz ki, yəni namazın, orucun vacibliyin bilməkdən gedir söhbət. Yox, namazın, orucun kim bilmir ki, vacibdir namaz? Kim bilmir oruc vacibdir? Heç indiyə qədər eşitmişsiniz bir adam deyir ki, vallah mən bilməmişəm namaz vacibdir, ona görə qılmamışam. Eşidibsiniz? Eşidibsinizsə çox qəhrəman adamsınız, sizə medal düşürlər. Heç kimlə mən eşitməmişəm. 40 ildir mən mollayam, heç kim mənə demədi ki, mən bilməmişəm ki, namaz vacibdir. Mən bilməmişəm ki, oruc vacibdir. Onları ki, biz bilirik vacibdir, onu hamı bilir. Və əksəriyyət olar ki, biz bilirik haramdır, onu hamı bilir. Pəs onda Allah bizi vəzifəmizdən aşina qərar ver, Allah bizi din tanıyan qərar ver, Allah bizi dini başa düşən qərar ver, nədir? Bunların mahiyyətin başa düşən qərar verəcəm. Namaz nədir, nə üçündür? Namaz qılan necə olmalıdır? Oruç tutan necə olmalıdır? Xums verən necə olmalıdır? Zəkat verən necə olmalıdır? Əmri bi məruf eləyən necə olmalıdır? Nəhyəz münkər eləyən necə olmalıdır? İnsan, ümumiyyətlə insan necə olmalıdır? Ön Hacıgildə mən məclisdə danışırdım, and içdim, vallahi Əmraz kişi adam imiş. O 5 dənə geyim məhsulu. O, niyə görə? İndi kişi deyəndə o həqiqi kişidən söhbət getmir də bu. Belə də. Niyə özü aydın deyirdi ki, mən münafiqəm də? İmam Həsən əleyhissalam dedi ki, onun başının üstündə 5 dənə kişi deyilirdi də düz deyirsən. Yalandan istəmirdi özünü göstərsin, mən möminəm. Yalandan istəmirdi özünü göstərsin ki, mən bu işləri görürəm. Heç vaxtda yaltaqlanmadı Əliyə. Heç vaxtda elə iş görmədi ki, Həzrəti Əlinin xoşuna gəlsin. Elə kişi kimi düşmən dayanmışdı. Quranın iziyə qədər, vurana qədər dayandı ki, Həzrəti Əlinin neyləsin, qarşısını alsın, fikirlərin, ondan sonra düşüncələrin, əməllərin həyata keçirməyə qoymasın. Amma mənim məlumdur. Əmrasın komandasındanam. Yəni, gündüz sənin dalıcan danışıram, gecə gəlib əli öpürəm. Gecə o birisinin dalıcan danışıram, gündüz gedib çayını içirəm. Abi, nətər oldu bu? Hələ din qalsın bu yana, əqidə qalsın bu yana, məzhəb qalsın bu yana. Bu qədim kişilər belə, heç olmasa o
Məlik Məmmədin nağılından, Dədə Qorqudun nağılından, ondan sonra hansı Fatma Nisənin nağıllarından, yadından, belə bir şeylərdən arada aç, oxu, başa düşür bu qədim kişilər deyərlər, yaxı söz, ilqar, iman, kişinin bir sifəti olar, nə bilim nə olar, eşitmişdiniz də bu şeyləri. Ağsaqqallar danışır damısın. Elə deyir. Zamanlar eşitməyib, yaşlılar keşidərdi. Heç din gəlmir də ortalığa. Çox danışdım. Nə bilim, bilmirəm, çox danışdım, az danışdım, ancaq onu bilirəm ki, danışmalı söz çoxdur, belə də adam yəssizlik yola otura belə, çox açıqlama ilə danışır, özü-özünə danışar, özü-özünə, heç kimdə olmuyor, kiminsə yeməyə tələsir, kimi işə tələsir, kiməsə vədə verib, kim məsələn də, hərənin bir dərdi var da, belə çəkiləsən bir tərəfə, danışırsan özü-özü, bir dənə şəkil çəkəsən, məsələn bu, filancası, Əmrasın şəkili. Bunu da çəkəsən, Maviyənin şəkili. Sonra özün, mömin adam şəkili çəkib qoyasan. Deyəsən, ay filancəs, bu Əmrasla sənin fərqin nədir? Fikirləşəsən, götür qoy. Sonra deyəsən, yox, Əmrasla sənin çox fərqin var. Çox fərqin var. Nədə? Əmras heç kimi çaşdırmadı. Əmraslığında elə Əmras idi, hə? Yezidligində Yezid idi, Şümürligində Şümür idi. Amma sən çaşdırırsan axı. Bilmirsən hansı komandadasın, bilmirsən necəsən, bilmirsən danışığında belə danışırsan, əməlində belə edirsən. Din bunu deyir, buna din deyirlər, buna təqva deyirlər, buna vərə deyirlər. Harada görüküb bu? Elə deyir. Din tanımaq başqa şeydir. Gələn dəfə inşallah qismət olsa, din tanımaqdan danışarıq. Allah Teala Muhammed Muhammed xatirinə bizi din tanıyanlardan qərar versin. Allah Teala bizi birüzlü insanlardan qərar versin inşallah. Muhammed Muhammed xatirinə bizi dinimizə, məzhəbimizə layiq insanlardan qərar versin. Bi-abruy Muhammed və bi-ehtiram Zəhra. Allah Teala özümüzü, nəslimizi, bədi nəslimizi münafiq insanlardan qərar verməsin inşallah. Dinimizi başa düşənlərdən qərar versin inşallah. Dinimizə, vəzifəmizə əməl edənlərdən qərar versin inşallah. Allah Teala bizi bəyənmədiyi insanlardan qərar verməsin inşallah. Allah Teala müsibətimizi dinimizdə qərar verməsin inşallah. Bi-abruy Muhammed və bi-ehtiram Zəhra tamam din düşmənlərin məhv nabud eləsin. Bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Tamam möminlərin, xüsusən bu cəmdə əyləşənlərin nə istəkləri var, tezlikcə əda eləsin. Mərzai musliminə, xüsusən nəzərdə olan xəstələrə şəfayı acil inayət eləsin. Möminlərə halaldan bolluca ruzu qismət eləsin. Onları özündən möminlərdən başqa heç kimə möhtac eləməsin. Bərəkətli uzun ömrə ta eləsin. Muhammed Muhammed xatirinə bizi dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin yanında uzaq insanlardan qərar versin. Allah Teala bizi düşmənlərimizə qalib eləsin inşallah. Allah Teala düşmənlərimizə qalib eləməklə bizim izzət şərəfimizi artırsın inşallah. Dinimizin düşmənlərin tezlikcə məhv nabud eləsin. Ağamız İmam Zamanın qəlb-i nazəninin bizim barəmizdə razı, xoşnud eləsin inşallah. Onun elədiyi duaları bizim barəmizdə qəbul eləsin. Zuhurunda təcil eləsin. Bizi o ağanı tanıyıb, onun rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyək.